zamanlar evdəki digər əşyalarla yanaşı bir küncdə xalça dəzgahları da olardı və həmin xalça dəzgahlarında toxunan ilmələr insanla səssiz danışardı. Kimlər gəlib, kimlər keçib bu evdən, kimlər susub, gülüb, yol gözləyib. Əslində xalça yalnız divardan asmaq üçün və yaxud yerə salmaq üçün deyil, xalça həm də yaddaş üçündür. Biz də bugün Xalça Muzeyinə gəlib, həmin ilmələrin arasından tarixə nəzər salmaq istəyirik. Xalça insanı doğulandan ömrünün sonuna qədər müşahidə edir. Uşaq doğulanda beşik üçün, böyüyəndə cehiz üçün toxunur. Toyda sevincə, yasda kədərə şərik olur. Xüsusi tarixi hadisələr və əlamətdar günlər üçün də xalçalar toxunur. Yəni xalça sadəcə yerə salınan əşya deyil, həm də insanın səssiz yol yoldaşıdır. Azərbaycan xalçaçılığının tarixi minilliklərin dərinliyinə gedib çıxır. Dünyada bugüne qədər aşkar edilmiş ən qədim xalça bizim eradan əvvəl 6-5-ci yüzilliklərə aid edilən məşhur Pazırıq xalçasıdır. Altay dağlarında arxeoloji qazıntılar zamanı tapılan və Ermitajda saxlanılan bu xalça toxumağın nə qədər qədim bir sənət olduğunu göstərir. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar bu ənənənin çox köklü olduğunu sübut edir. İnanılmaz səslənsə də bəzi alimlər düşünür ki, bu torpaqlarda xalçaçılıq hələ Tunç dövründə 5000 il bundan əvvəl formalaşmağa başlayıb. Gültəpə qazıntıları zamanı bu torpaqlarda eramızdan əvvəl 4-cü, 3-cü yüzilliyə aid olan xalçaçılıq alətləri və boyaq maddələrinin izləri aşkar edilib. Azərbaycan xalçaları bu torpağın rənglərini yaddaşında saxlayır. Səmanın mavisini, meşələrin yaşıllığını, dağ yamaclarının əlvan çalarlarını, qarlı zirvələrin sakit bəyazlığını. Rənglər təsadüfi deyil, düşünülüb, seçilib, bir-birinə uyğunlaşdırılıb. Elə buna görə də Azərbaycan xalçası naxışlarının təkrarsızlığı, boyalarının zənginliyi və ustaların sənət duyumu ilə seçilir. Hər xalça həm gözə xoş gəlir, həm də öz sözünü deyir. Qədim zamanlardan xalçaların miqdarı ailənin rifahı və firavanlığının əsas göstəricilərindən biri hesab olunurdu. Hətta orta əsrlərdə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi. Bunlar insanların həyat tərzinin, statusunun göstəricisi idi. Xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəsə də ölçü, növ və keyfiyyətinə görə fərqlənirdi. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül, xovsuz xalçalardan istifadə edirdi. Xovsuz xalçalar özünəməxsus naxışı və parlaq koloriti ilə seçilirdi. Xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq onları məişət xalçaları da adlandırırlar. Bu növ xalçalara kətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumaq, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur. Ancaq onlar da xovlu xalçalar kimi yüksək istismar keyfiyyətlərinə malikdir. Xovlu xalçalara yerə döşənən və divardan asılan xalçaları, qəbələri, namazlıqları və s. kimi növlərə aid etmək olar. Orta əsrlərdə Azərbaycan şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri idi. Xalçaların adları onların toxunduğu yaşayış məntəqələrinin adlarını əks etdirir.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür. Quba, Bakı, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdu. Bütün Qarabağ ərazisi boyu toxunan xalçalar içərisində ən məşhur klassik xalçalar içərisində Çələbinin özünə məxsus yeri var idi. Çələbi xalçası bütün dünyada məşhurdur. Təkcə adının çəkilməsi ilə kifayət edir ki, bu xalçanın hansı bədii quruluşda olduğunu insanlar təsəvvür edə bilsinlər. Vaxtilə bu xalçalar Azərbaycanda kənarda satıldığından və hədiyyə olaraq buradan aparıldığına görə onlar bütün dünyada geniş yayılmışlar. Çələbi xalçasının mərkəzində əsasən göllər var. O tək göllü ola bilər, o bir neçə göldən ibarət ola bilər xalçanın öz ölçüsünə görə və adətən bu xalçalarda daha çox üstünlük verilirdi Qarabağa məxsus olan qırmızı, tünd qırmızı rəngə. Çələbi xalçası bəzən dünya miqyasında başqa xalqlar tərəfindən çox təəssüf ki, bu xalça özləşdirilir və onların tərəfindən bu digər xalqların adına çıxarılır, mənimsənir. Lakin bu xalça adından da məlum olduğuna görə onun adı ilə bağlı, onun bir neçə versiyalar vardır və bu adından da məlum olduğuna görə bu türk xalqlarının mədəniyyətinə xas olan bir kompozisiyadır, bir xalçadır. Adətən Avropalılar, əcnəbilər bunun mərkəzindəki gölləri qartala bənzədirlər. Lakin bizim xalçalarımızda əsasən kompozisiya quruluşunda üstünlük təşkil edən göl motivləri, onlara xonça da deyilir, onlara medalyon da deyilir. Bunlar xalçanın üzərində mərkəzdə həkk edilirlər, toxunurlar və onlar bir növ günəşi, bir növ əgər xalçanın ara sahəsi səma kimi qəbul edilirsə, kainat kimi qəbul edilirsə, onun mərkəzində olan göllər, onlar günəşi təmsil edirlər. Azərbaycan xalçaçılığında dini mərasimlər üçün nəzərdə tutulan xalçalar xüsusi yer tutur. Bu xalçalar namaz qılmaq üçün istifadə edildiyindən onlar namazlıq xalçalar adlanır. Xüsusilə səcdəyə getdiyi zaman istifadə edilən bu xalçalar kiçik ölçüdə olur və yalnız bir nəfər üçün nəzərdə tutulur. Namazlıq xalçalarının əsas xüsusiyyəti naxış kompozisiyasıdır. Burada çox vaxt mihrab motivinə rast gəlinir və sakit rənglərdən istifadə olunurdu ki, namaz qılanın fikri yayınmasın. Namaz xalçaları evdə xüsusi hörmətlə saxlanılır, bəzən nəsildən nəsilə ötürülürdü və xalçanın təkcə məişət deyil, mənəvi dəyər daşıdığını göstərirdi. 13-14-cü əsrlərdə Azərbaycan Böyük İpək yolunun üzərində yerləşmiş əsas xalça ixrac mərkəzlərindən biri idi. Azərbaycan xalçaları təkcə bazarları deyil, Avropanın sənətinə də yol tapırdı, onları fəth edirdi. Əlvan naxışları ilə rəssamları ilhamlandırır, tablolarda məskunlaşırdı. 15-ci əsr Niderland rəssamı Hans Memlingin Məryəm öz körpəsi ilə tablosunda Şirvan xalçası, Jan van Eyck'in Müqəddəs Məryəm əsərində Zeyvə xalçası, Alman rəssamı Hans Holbein'in Səfirlər tablosunda isə Qazax xalçası təsvir olunmuşdur. Bu əsərlər xalçanın artıq o dövrdə sənət nümunəsi kimi qəbul edildiyini göstərir. Xalçanın xalq yaradıcılığında da xüsusi yeri var. Xalçalı gəl, xalçalı get. Xalça salan özü oturar kimi atalar sözlərimiz var. Nağıl və dastanlarda xalça tez-tez xatırlanır. Məsələn, Koroğlu dastanında qəhrəmanın uşaqlığının xalça üzərində keçməsi təsadüfi deyil. Nağıllardakı uçan xalça obrazı isə yolun, arzunun və azadlığın rəmzidir.
Heydər Əliyev Azərbaycan xalçaçılığının qorunması və inkişafında sistemli rol oynayan ilk dövlət rəhbəridir. Onun dövründə xalça sənəti sadəcə xalq yaradıcılığının bir hissəsi kimi deyil, həm də Azərbaycan milli mədəniyyət sənətinin və siyasətinin bir hissəsi kimi qəbul edildi. 1970-80-ci illərdə xalça artelləri, manufakturalar, istehsalat birliklərinin fəaliyyəti genişləndirildi və bir sıra bölgələrdə xalçaçılıq dövlət səviyyəsində dəstəkləndi. Məhz onun təşəbbüsü ilə Xalça Muzeyinin fondlarının zənginləşdirilməsi üçün dövlət vəsaiti ayrıldı və ilk dəfə 1972-ci ildə İçəri şəhərdə Cümə məscidində böyük ekspozisiya açıldı. Bu, xalçanın evlərdən muzeyə keçidinin rəsmi başlanğıcı oldu. Sovet dövründə Azərbaycan xalçaçılığı yeni bir mərhələyə qədəm qoydu və bu mərhələnin əsas simalarından biri Lətif Kərimov idi. O dövrdə xalçaçılıq bir tərəfdən kütləvi istehsalın, digər tərəfdən isə ənənənin qorunması dilemması ilə üz-üzə qalmışdı. Lətif Kərimov bu tarazlığı qorumağa çalışdı. Sovet sistemi çərçivəsində Azərbaycan xalçasının ruhunu, milli xüsusiyyətlərini itirməməsi üçün fəaliyyət göstərdi. Onun yaratdığı Əfşan, Xətai, Nəsimi, Füzuli kimi xalçalar, eləcə də portret və sujetli kompozisiyalar xalçanın təkcə ornament deyil, obrazlı bədii ifadə vasitəsi ola biləcəyini göstərdi. Lətif Kərimov Azərbaycan xalçaçılığını elmi əsaslarla öyrənən və dünyaya tanınan əsas şəxsiyyətlərdən biridir. O, ilk dəfə olaraq Azərbaycan xalçalarını sistemləşdirdi, məktəblərə və qruplara ayırdı, naxışların mənşəyini və rənglərin mənasını izah etdi. Danışan xalça haqqında belə bir əfsanə var. Bir gün Sultan bazarı gəzərkən çox gözəl bir xalça görür. Tacirdən soruşur ki, bu xalçanı kim toxuyub? Bunu öyrəndikdən sonra həmin xalçaçı qızın evinə yollanır. Və qızın valideynləri ilə görüşəndə Sultan onlara gözlənilmədən belə bir sual verir. Niyə qızınızı sevdiyindən ayırmısınız? Valideynlər heyrətə gəlirlər. Bunu hardan bildiniz? Bu ailə sirridir. Sultan cavab verir. Mənə bunu xalça danışdı. Onun hər naxışında, hər ilməsində qızın ağrısını, həsrətini oxudum. Həqiqətən keçmişdə xalçalar insanla səssiz dildə danışırdı. Evə gələn qonaq yuxarı başda asılmış xalçadan anlayırdı ki, bu evdə matəm var və ya sevincli gün yaxınlaşır, toy olacaq ya da bir körpənin gəlişi gözlənilir. Xalçanı bir qayda olaraq qadınlar toxuyurdu. Onlar dilə gətirə bilmədiklərini ilmələrə ötürürdü. Hər naxışda bir niyyət, hər rəngdə bir arzu gizlənirdi. Xalça qadının dili idi, səssiz, amma aydın. Xüsusi xalçalar vardı. Cehiz üçün, gəlin üçün, ailəni qorumaq üçün toxunan xalçalar. Gəlin xalçasında yeni həyat arzusu, oğul arzusu xalçasında nəsli davam niyyəti. Qoruyucu xalçalarda isə evin bərəkəti və təhlükəsizliyi kodlaşdırılırdı. Elə buna görə də bu xalçalar sadəcə bəzək deyildi. Onlar ailənin taleyinə, ilmə toxunan ümidlər idi. Azərbaycan xalçalarındakı naxışlar həm də qədim inancların və düşüncələrin izləridir. Həndəsi və bitki ornamentləri ilə yanaşı, xalçalarda tez-tez rast gəldiyimiz at, maral, qoyun, öküz, buynuz təsvirləri uzaq keçmişdə insanların totem kimi qəbul etdiyi obrazlardır. Bu naxışlar insanla təbiət arasındakı qədim bağların əksidir. Azərbaycan xalçalarında ən çox rast gəlinən rəmzlərdən biri həyat ağacıdır. Əcdadlarımız müqəddəs sayılan ağaclara inanır, onları ziyarət edir, ailə və bərəkət arzularını bu ağaclarla bağlayırdılar. Qədim türk dünya görüşündə günəş və məhsuldarlıq anlayışları da bu rəmzlə birləşirdi.
Buta naxışı xalçalarda xüsusi yer tutur. Günəş və ot kultu ilə bağlı olan bu ornament sonrakı dövrlərdə zərdüştlük inancları ilə əlaqələndirilir. Butanın sağa əyilmiş forması təsadüfi deyil. Qədim türk düşüncəsində sağ tərəf şərq və günəşlə bağlanırdı. Azərbaycan xalçaçılığında əjdaha naxışı ən çox istifadə edilən ornamentlərdəndir. Qədim inanclarda şər və təhlükə rəmzi olan bu obraz sonralar mənasını dəyişib qoruyucu güc, bolluq və hakimiyyət simvoluna çevrildi. Bu motiv xüsusilə Qarabağa məxsus verni və zili xalçalarında qorunub saxlanılıb və kökləri Səfəvilər dövrünə gedib çıxır. Rənglər xalçada heç vaxt təsadüfi seçilmirdi. Qırmızı günəşi, odu, istiliyi, həyatın enerjisini simvolizə edirdi. Mavi isə suyu və həyatın davamının rəmzi idi. Qədim inanclara görə qırmızı rəng ailəni və uşaqları qoruyan gücə malik idi. Elə buna görə də toy, nişan, doğum kimi mərasimlərdə al-əlvan, əsasən qırmızı çalarlı xalçalardan istifadə olunurdu. Bu niyyətlə toxunan xalçalar gənc ailələrə və körpələrə qoruyucu kimi verilirdi. Novruz ərəfəsində isə gənc qızlar bu xalçaların üzərində arzu tutar, xalçanı bir neçə gün açıq havada saxlayardılar ki, diləkləri göylərə çatsın. Yas mərasimlərində əksinə daha tünd və sakit rənglər seçilirdi. Xalq arasında deyilən insan xalça üstündə doğular, xalça üstündə də bu dünyadan köçər ifadəsi də xalçanın insan həyatının bütün mərhələlərində necə müşayiətçi olduğunu göstərir. Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi 1967-ci il martın 13-də yaradılıb. Bu muzeyin yaradılmasının ideyasının əsas müəllifi Lətif Kərimov idi. Həmin dövrdən etibarən xüsusilə Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişindən sonra xalça sənətinə olan münasibət dəyişdi. Xalça muzeyi ilk dəfədir ki, məhz Azərbaycanda açılmışdı və bizim ilk ekspozisiyamız Bakımızın ürəyi olan İçəri şəhərdə Cümə məscidinin binasında ilk dəfə ziyarətçilərin üzünə açıq olmuşdur və bizim muzeyimizin tarixində bir neçə şanlı səhifələr var ki, onlardan da biri Ulu Öndərin, ümummilli lider Heydər Əliyevin şəxsən açılışda iştirak etməsidir. 1991-ci ildə SSR-nin süqutundan sonra keçmiş Leyli Muzeyinin binası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin istifadəsinə verildi və burada muzey mərkəzi yaradıldı. Bu mərhələ Xalça Muzeyinin tarixində yeni inkişaf dövrünün başlanğıcı kimi yadda qalıb. Bugün də Azərbaycan Milli Xalça Muzeyi unikal bir binada yerləşir. Bu bina ilk dəfə olaraq 2014-cü ildə 26 avqust tarixində ziyarətçilərin üzünə öz qapılarını açmışdır və bugün bu bina ilk və unikal bir binadır ki, xalça formasında inşa edilmişdir. Dünyaca məşhur Avstriyalı memar Franz Jans bu binanın memarıdır və müəllifidir, konsepsiyanın müəllifidir. Azərbaycan xalçaları bugün dünyanın ən mötəbər muzeylərinin zallarını bəzəyir. Sankt-Peterburqdakı Ermitaj muzeyindən Londondakı Viktoriya və Albert muzeyinə qədər, Parisdəki Louvre'dan İstanbuldakı Topkapı sarayına qədər. Məsələn, Londondakı Viktoriya və Albert muzeyində sərgilənən Şeyx Səfi xalçası 1539-cu ildə Səfəvi hökmdarı 1-ci Təhmasibin sifarişi ilə Təbrizdə toxunub. Bugün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylər arasında ən çox ziyarət olunan muzeylərdən biri. 2025-ci il zamanı muzeyi 170 minə yaxın
insan ziyarət etmişdi. Təbii ki, onların arasında həm xarici turistlər, xaricdən gələn qonaqlar da var və əlbəttə ki, bizim yerli ziyarətçilərdir. Bugün xalça insanla dialoqunu davam etdirir. Sadəcə başqa bir ritmdə. Bir zamanlar nağıllarda uçan xalçalar indi sənətdə, səhnədə öz zirvəsinə yüksəlir. Muğamın sədaları ilə xalçaların naxışlarında kodlaşdırılmış milli ruh isə nəsildən nəsilə ötürülür və bütün dünyaya səslənir. İnsanlara